Anar bəyin 3 də ailəsi olub, 3 ilə də boşanıb. Yaxşı, bu biri pis oldu, ikisi pis oldu, 3'ü də pis oldu bu bəyəm. Nə aidiyyəti var 3 dənə qadınla bu insan Nə boşanıb. aidiyyəti var ki? Ola bilər ki, bu 3'ü də pis olsun. Hansı birini səfalətə sürükləyib? Yox, Hansı birini dəstəkləyib? Yəni, Olsa yaxşı, 4 biri də pis ola bilər, oldu. 5 də ola bilər, 6 da ola bilər. Demək ki, Limit sən koyma, sizdədir. limit koyma, mənim yaralı yerimə toxunma, limiti qoy Demək ki, qırağa, səhv limit ondadır. olmaz. Siz vurğulayırsınız ki, qayğı göstərmədiyindən, Limit o Lazım olsa 10 prizmanla, o dəfə də prizmanla evlənərəm. yaşayanlar hal-hazırda Tapmayan bizim xalqımızda kimi, öz çoxdur. xanımı tapmayan kimi 5 dəfə, 10 dəfə də evlənərəm. Kişilər bu prizmanla yaşayanlar Siz çoxdur, öz ona şəxsi görə də fikriniz nigahın deyin. pozulması statistika yüksək səviyyədə durdu. Qurtarın gəlin. O qədər də dəfələrlə şahidik ki, bütün övladlar tək atasız yaşayır. Bax, belə bir prizmanla Xanımlar yaşayan kişiləri şəxslərə görə. anlamır, kişilər xanımları anlamır. Siz belə Qardaş düşüncəylə məni anlayır, yaşayırsınız bilir, ya. bilir. Ona görə O də bax, sizin belə bir həyatın problemlər yaşayırıq biz Gülnaz xanım, həyatın cəmiyyətdə. sınağıdır və mən Problemlər bildiyim siz yaşayırsınız, qədərilə də mən ki, yaşamıram. hər bir ailəsinə çox gözəl də diqqət və qayğı ilə də yanaşır. Amma qaldı o cəmiyyətin müəyyən kütləsi ki, ay anar Röya xanımla gündəmə gəlməsi, ananın ona ehtiyacı yoxdur. Röya xanım bu anarla gündəmə gəlmək istəsi ki, kifayət qədər imkanı var. Röya xanımın bir yerdə sizin övladınız var da. Siz neçə ildir boşanmışsınız? 2015-də. 2015-də neçə dəfə özünüz şəxsi ayrı övladınızla bir zaman ayırıb vaxt keçirmişsiniz? Çoxlu. Mən onu Yəni, saymamışam. Sizin Hər övladınız həftə. sizə qarşı indi necə münasibətdədir? Normal. Zən vurur sizə, siz də daimi zən Əlbəttə ki, vurursunuz. görüşürük də hər şey. Əlbəttə ki, mənim oğlumdur. Tək o deyil. Mənim birinci də bir dənə də oğlum var. Sonuncu da 3 dənə oğlum Yaxşı, var. Röya xanımın maşallah. xasiyyəti uyğun gəlmədi. Digər yoldaşlarınızla nə səbəb oldu boşanmaya? Əgər Bu siz- səbəbləri onu demək istəmirəm, onunla danışmaq istəmirəm o barədə. Hər kəsin öz şəxsi həyatı var və hər kəsin öz günahları da ola bilər. Elə belə heç kim boşanmır. Deməli, hər dəfə iki tərəf ona Qərar verir, orta qərar məxrəcə verir. gəlir. Həm qərar verir, həm günahkar olur hər iki tərəf. Bir tərəf heç vaxt olmur. Mən düşünürəm ki, bəzən bir Mən elə adamlardan, mənə mən çox maraqlıdır, olsaydım ki, mənə çox- xanım evlənib atmaq üçün xanım şey deyirəm. Mən ona görə hərəsi ilə 10 il yaşamamışam. Amma indi Nərminlə Deməli, olan nəsə- münasibət, anar üzr istəyirəm, çox üzr istəyirəm. Nərminlə